Salam, hər vaxtınız xeyir. Bu günlərim Namazovun testindən 5-ci sinifdə natural ədədlərin bölünməsindən A variantını işləyəcəyik. İlk öncə baxırıq birinci testimizə. Deməli deyir ki, A-212 böyükdür 1500 bölünsün 12 müqayisəsində A-nın uyğun ən kiçik natural ədədi müəyyən edin. Burada əvvəlcə deməli bu hissəni hesablayırıq. Yazırıq ki 1500 bölünsün 12 bərabərdir. Olur 125. Sonra A çıxılsın 212 böyükdür 125'dən. Bunun da davamında yazırıq ki A böyükdür 125 üstə gəlinsin 212 bərabərdir 337. Buna uyğun olaraq da ən kiçik natural ədədimizi bir vahid artıq götürərək yazırıq ki 338. Birinci testimizin cavabı C variantı. Göründüyü gibi bu. Deməli, növbəti testimiz ikincidir. İkincidə deyir ki, 36'dan sonraki ilk iki ardıcıl cüt natural ədədin hasilini 9'a böldükdə qalıq neçə alınır? 36'dan sonraki ilk iki cüt ədəd olur. Deməli, 38 və 40. Bunlar da bir-birinə vuranda, deməli, 38 vurulsun 40. Bu da bizə verir bərabərdir 1520. Deməli, yazırıq ki 1520 bölünsün 9'a. O da bərabərdir. Düşəcək. Deməli 168. Qalığımızda da qalacaq 8. Cevap D variantı. İkinci testimizde deyir ki 48 vurulsun A bərabərdir 1440. A vurulsun B 2010 olarsa A plus B'nin cəmini tapın. Deməli, əvvəlcə bu hissəni hesablayırıq. Deməli, yazırıq ki 1440 bölünsün 48'e. Bu da bize verecek bərabərdir 30. Sonra deməli A'mızın qiyməti oldu 30. Burada da yazılıb ki A vurulsun B 2010. A'mız 30 olduğuna göre 2010'u bölürük 30'a. Və cavabda alırıq deməli 67. Və bizdən soruşur ki A plus B'nin qiymətini tapın. Yəni cəmini tapın. Yazırıq ki deməli A'mız oldu 30 üstə gəlinsin. B'miz də oldu neçə? 67. Üstə gələk 67. O da bərabərdir 97'ye. Cavabımız da oldu deməli A variantı. Aha, belə. Növbəti testimizdə deyir ki, yeganə biri 1 manat 20 qəpiyə 8 dəftər və biri 80 qəpikdən bir neçə qələm aldı. O alınmış şeylərə 21 manat 60 qəpik pul verdi. Yeganə neçə qələm aldı? Deməli, burada əvvəlcə 8'i vururuq. 8'i vururuq 1 manat 20 qəpiyə. Bu da bizə verir deməli 9 manat 60 qəpiyə. Ondan sonra ümumi məbləğimiz 21 manat. 21 manat 60 qəpik daha doğrusu. Yazırıq ki 21 manat
60 qəpikdən çıxırıq 960-ı. Yəni 960-ı. O da bərabərdir. Bizə verir 1200, yəni 12 manat. Bizdənsə neçə qələm aldığını soruşur. Qələmlərin də deməli biri 80 qəpik idi. İndi 1200-ü, yəni 12 manatı bölürük 80-ə. Bu da bərabərdir 15-ə, yəni 15 qələmə. Qələm. Belə. Cavabımız da A variantı. İndi isə baxırıq 5-ci testimizə. Və 5-ci testimizdə deyir ki, bu ifadənin qiymətini tapın. Əvvəlcə bu hissəni, yəni 45.000 bölünsün 90-ı, sonra 6400 bölünsün 80-i hesablayıb tapdığımız cavablardan bir-birini çıxırıq. Deməli, yazırıq ki, deməli 45.000 bölünsün 90. Bu bizə verir 500'ü. 500'ü. Sonra ikinci hesablayırıq. 6400 bölünsün 80. Bu da bizə verir, deməli, elə 80'i. Sonra 500'dən çıxırıq 80. Cavabımız da olur 420. Deməli 420 oldu D variantı. Baxırıq 6-cı testimizə. Deməli, tənliyi həll edin. Bizə tənliyimiz verilibdir. Əvvəlcə bu hissəni tapırıq. Bu hissəni tapırıq. Deməli, 53.000-i bölürük 100'ə, alırıq. Deməli, 530. Birbaşa ilə bölüb yazıq. 530. Üstə gəlinsin x bərabərdir 1331. 1331. Deməli, x bərabərdir 1331 çıxılsın. Deməli, aldıq 530. 530. Bu da eləyir, deməli, x-imiz də bərabərdir 1, 0, 8. 801. 1. Deməli, cavabımız oldu C variantı. Baxırıq növbəti testimizə. Deməli, burada M çıxılsın, qalığımız 3, N plus 1 bölürük 6'ya. Deməli, M-imiz əvvəlcə burada deyir N-i tapın. Əvvəlcə M-in qiymətini tapırıq. Deməli, buranı yazırıq ki, deməli 729 bölünsün 9'a. Bu bərabərdir, deməli bizə verir 81. M-imiz oldu 81. Yazır üzərindən 81. Deməli, burada 81. Və yazırıq ki, bəli, 81 çıxılsın qalığımız, yəni 3 bərabərdir 78. Sonra 78'i də bölürük 6'ya. Bu da bərabərdir 13. Deməli, bu hissəmiz ümumilikdə oldu 13. 13. Və deməli, yazırıq ki, N plus 1 bərabərdir 13'ə. N də bərabərdir 13 çıxılsın 1'ə. N'imiz də bərabər olur 12. Deməli, nə oldu?
N'imizin qiyməti oldu 12. Yəni 81 12 plus 1 6. Burada da deməli çıxılsın 3. N'imizin qiyməti oldu 12. Yəni B variantı. B variantı. İndi keçirik növbəti 8-ci. Deməli, körpünün uzunluğu 24 metr, eni 10 metrdir. Bu körpünü döşəmək üçün hər birinin uzunluğu 8 metr, eni 20 cm olan neçə taxta lazımdır? Əvvəlcə hesablayırıq ki, deməli, əvvəlcə enimizi, daha doğrusu uzunluğu enə vururuq, yazırıq ki, deməli, S bərabərdir 24 vurulsun 10. Bu bizə verir 240'ı. 240'ı. Deməli, 240'ı. Sonra aşağı hissəni hesablayırıq. Deməli, körpünü döşəmək üçün bizə 8 metr uzunluğu, eni isə 20 cm. Bunu da yazırıq ki, deməli 20'ni 0,2 böləndə yazırıq ki, deməli S bərabərdir 8 vurulsun 0,2 bərabərdir 1,6. Bunu da deməli yazırıq ki, 240 bölünsün adi kəsir kimi, deməli 10'da 16, o da bərabərdir 240 vurulsun, tərsini çeviririk kəsirimizin, 16'da 10 bərabərdir. Deməli 40 ilə 16 gedir, yuxarıda qalır 30, aşağıda qalır 2. 30'u 10'a vuranda eləyir 300. 300, bu da eləyir 2. Bərabərdir 150. Cavabımız da oldu D variantı. Keçirik növbəti 9-cu testimizə. Deməli, bölmə əməlinə görə A plus B-nin cəmi tapın. Birinci bölməni həll edirik. Deməli, 43'te 4 10 dəfə, bu eləyir 43. Deməli, 37'də 9 dəfə, bu eləyir 36. 1 gəlirik bura 13'ü, daha doğrusu 3'ü eləyir 13. 13'də də 4 3 dəfə eləyir 12. Qalığımız 1. Deməli, 1900 neydi? 1093 üstə gəlinsin 1. Bu da bərabərdir 1094'ə. Yəni A variantına. Deməli, növbəti testimizə keçirik. 10-cu və sonuncu bu variantda. Əvvəlcə hesablayıb qiymətləri yerinə qoyuruq. Deməli, 7776'nı 27'ye böləndə bizə verir. Deməli, 2 dəfə 288. A'mız oldu. Deməli, birincidə A'mızın qiyməti oldu 288. B'mizin qiyməti oldu. Deməli, 5738 bölür 19'a. Bu da oldu. Deməli, 302. 302. İkincisini hesablayırıq. Deməli, 4032'ni bölürük 36'ya. Bu eləyəcək 112. Deməli, burada bərabər olur 112. Deməli, üçüncü variantı, daha doğrusu üçüncünü hesablayırıq. Deməli, 14670'i bölürük 45'e. 3 dəfə 2 dəfə 6.
Deməli 326. B'imizdə də eləyir. Deməli 15652-ni bölürük 52-yə. Bu da eləyir 302. Yox, daha doğrusu 1. Deməli 301. Deməli variantlara baxırıq. B böyükdür A'dan. Birimiz oldu. B 1 2 bərabərdir. Deməli 2 oldu A 2 3'ümüz də oldu. Deməli A böyükdür S 3 oldu S. Sonra 3. Sonra B'dən deməli birincidə çıxırıq. B'dən A'nı 302-dən 288 çıxanda qalır 14. Yazırıq ki, buradan 300 302 çıxılsın 288 bu da eləyir bərabərdir 14. Deməli 14D variant. 1D yenə 1D. Deməli A'dan B'nin çıxanda 25 qalır. Bu da burada 326 çıxılsın 301. Bu da bərabərdir 25. Yəni Y'miz də olur 3. 3. Deməli 1 oldu. 1 oldu. B D 2'miz oldu. A 3'ümüz de oldu. S Y 3 de oldu. S Y. Böyle. Bugünkü testimiz bura kadar.